Siz bizim arzularımızı, xəyallarımızı gerçək etdiniz. Bizi doğma vətənimizə qovuşdurdunuz. Tarixi torpaqlarımıza qayıdacağımıza ümidimiz heç zaman itməyib. Hər zaman diqqət dağısını gördüyümüz Prezidentimiz İlham Əliyev bizi arzularımıza çatdırdı. Doğma torpaqlarımıza gedişimiz arzusunu yerinə yetirdiyiniz üçün sizə minnətdaram. Sizin sayənizdə böyük qayıdış reallaşdı. Biz yenidən öz torpaqlarımızda rahat nəfəs alırıq. Bu qədər işin öhdəsindən gəlmək sadəcə bir möcüzədir. Sizə uzun ömür, can sağlığı arzulayırıq. Hörmətli Prezidentimiz İlham Əliyev biz köçkünlərə verdiyi sözləri layiqincə yerinə yetirir. Qarabağ gözümüzün qabağında cənnətə çevrilir. Biz bunu görürük. Biz də Prezidentimizi ad günü münasibətilə təbrik edirik. Hər bir köçkünə, doğma ocağına qayıtma sevinci yaşatdığınız üçün bu yolda sizə böyük güc və iradə arzu edirik. Mən onu ürəkdən təbrik edirəm. Sizin adınız Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq. Bu çətin və məsuliyyətli işində cənab Prezidentə uğurlar arzulayırıq və ad gününü təbrik edirik. Arzu edirik ki, bundan sonraki ömrünüzdə Azərbaycana indiyənə qədər olduğu kimi yüksək xidmətləri, sağlamlığı və tükənməz enerjisi ilə davam etsin. Ad gününüz mübarək cənab Prezident. Prezident İlham Əliyevi ad günü münasibəti ilə böyük hörmət və sevgi ilə təbrik edirəm. Ona sağlamlıq, uzun ömür və Azərbaycanın parlaq gələcəyi naminə fəaliyyətində uğurlar arzulayıram. Sizin qətiyyətiniz və siyasi iradəniz nəticəsində biz yenidən doğma torpaqlarımızda yaşayırıq. Sizə minnətdarlığımızı bildirir, uzun ömür, can sağlığı arzulayırıq. Prezident İlham Əliyev qüdrətli sərkərdə, əməli ilə tarix yazan müzəffər komandandır. Biz daim onun ətrafında sıx birləşmişik və böyük qayıdışın reallaşacağına inamımızı bir gün də olsun itirməmişik. Doğum günü münasibəti ilə cənab Prezidenti ürəkdən təbrik edir, ona fəaliyyətində uğurlar arzulayıram. İyun ayının 11-i 2025-ci il tarixindən Sumqayıt şəhərinin 16-lıq ali yataqxanasına Xıdırlı kəndinə köçmüşük. Gördüyümüz evin hasarı möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən verilmişdi. Biz ona Adəm adından təşəkkür bildiririk və ad günü münasibəti ilə onu ürəkdən təbrik edirik. Cənab Prezident İlham Əliyevi ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Onun möhkəm can sağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə fəaliyyətində yeni uğurlar arzulayıram. Hörmətli Prezident İlham Əliyev, siz biz məcburi köçkünləri öz doğma yurdumuza qovuşdurdunuz. Ondan əlavə Ağdərə rayonunun tarixi simasını özünə qaytardınız. Hər birimiz sizi ürəkdən təbrik edir, uzun ömür, can sağlığı arzu edirik. Ad gününüz mübarək olsun. Cənab Prezident, sizin sayənizdə biz Xocalda rahat yaşayırıq. Vətənimiz üçün çəkdiyiniz əvəzsiz xidmətə görə sizə minnətdarıq. Ad günü münasibəti ilə sizi təbrik edirik. Onun sözü imzasıdır. Verdiyi sözü yerinə yetirən, etdiyi vədə əməl edən, nəyin nə zaman etməli olduğunu dəqiq bilən hörmətli cənab Prezident, suveren Azərbaycan lideri İlham Əliyev, sizi ad gününüz münasibəti ilə təbrik edirəm. Rəhbərliyiniz altında ölkəmizin daha da inkişaf edəcəyinə və gənclərə göstərilən diqqət və qayğının davamlı olacağına inanırıq. Sizi ad gününüz münasibəti ilə təbrik edirəm.